Bir dənə xəngəl məkanı tapmışam ki, dadına doyum yoxdur, üstəlik qiymətləri də münasibdir. Bura Xəngəl Station adlanır. Dünən elə yağışın bir damcısını görən kimi anama dedim, gəl gedək xəngəl yeməyə. Sözün düzü bu ara 1-2 xəngəl məkanında olmuşam, amma dadını bəyənmədiyim üçün paylaşmamışdım. Buradakı mükəmməldir, qiyməti isə cəmi 7 manatdır. Əsas məqam xəngəllər nazik, bir-birinə qəti yapışmırdı, əti də soğanı da bol idi. Bir sualım var, siz xəngəli qatıqla sevirsiniz yoxsa qurutla? Mən şəxsən qatıqla, özü də sarımsaqlı. Növbəti sifarişimiz qızardılmış gürcü xəngəli idi, acıqı ilə super idi. Bir ədədinin qiyməti 1 manat 20 qəpik idi. Ədviyyatı, hər şey yerli yerində idi, əti də bol idi, çox bəyəndik. Gəldik əsas məsələyə, bu miqruli xaçapurisindən ləzzətlisini heç Gürcüstanda yeməmişəm, açıq deyirəm. Bir pendir xəstəsi olaraq ürəyim getdi, qiyməti 15 manat idi. Və son olaraq belə bir gürcü yeməyi sifariş etdik. Əti birazca bərk idi, amma ümumilikdə yenə də dadı yaxşı idi. Bu məkanda 2, 3, 4 nəfərlik xəngəl setləri də var, özü də su qiymətinə. Nizami küçəsi 86 Azal aviakassasının yaxınlığında yerləşir.